Salam aleykum, hardayam ökməli arkasından qalxdın, xoca sənin bilarlarına çatmamışam, evi təqdim eləyirəm. Bir dənə ev çıxarmışam sizə, qiymət möhtəşəm, qiymət havayı. 5 otaqlı ev harda var? Harda var da onu denən, neçəyə, qiyməti deyim əvvəldə, evə bax. Bir dənə söyləyəm bir şey lazımdır. Qiymət 36.500 manat, həyət bacıya bax, şəxsi tikili evdir. 2 mərtəbə, 36 yarıma ev var Azərbaycanda, yoxdur. Zaborun qiymət 36 yarıma. 36 yarıma bu boyda zabordan. Heç kim pəncərəsi görmür sənin həyəti. Ora balkon kimidir. Oradan qapısı da var. Bir dənə evdən tanışalaq. 5 otaqlı. Belə bir şey yoxdur. Xocasən binalarına gedəndə. Bax. Gəldim burada. İkinci mərtəbə ilə qalxmır. İkinci mərtəbə təmirlidir. Birinci mərtəbə orta təmirlidir. Ağardılıb qalıb. Bir dənə xırdapara əl gəzdirməsin. Yerin betonlanıb. Burada bir otaq. Bir dənə burada otaq. Şuradan yan. Məsələn, tokura özgəni yandırar, baxarsın. Hamam sanuzel də var burada. Bir dənə də burada boydan boya otaqdır. Amma nəfər baxarsın. Aha, belə eləyim baxın. Manat betona bax. Kəmərə bax, manat betonu kəmər. Altdan da şey eləyib düzəldilib. Yəni kəmərli evdir, şəxsi tikili evdir, türk tikən evdir. Həqiqətən türk tikib buranı. Yəni onu vurğulayım sizin. Baxdı. 1 2 Privet. Salam. Bax. Yox, deyil. Bir dənə burada qəşəng yataq otağıdır. Həqiqətən ölçüsü çox yaxşıdır. Valla bu qiyməti ev axtarırsansa, burası sənin üçün idealın idealıdır. Belə bir şey olmamışdı. Həqiqətən də bu qiymətə yaxşı evə yaxşı deyirlər. Nə deyim? Heç. Bir dənə burada qapısı. Bir dənə burada böyük zalı. Zalın ölçüsü çox böyükdür. Həqiqətən də çoxu böyükdür. Ah, mətbəxdə bax. Mətbəx də çox gözəldir. Həqiqətən adam ürək açılır mətbəxə keçəndə. Yəni mebel də içində. Yəni bu qiymətə çox möhtəşəmdir. Bu pəncərəsi öz həyətini görür. Buradan da öz həyətini izləyə bilərsən. Yəni buradan balkon da var. Balkonu çıxıb göstərməyəcəm. Gələndə inşallah özü baxarsınız. Yəni belə qiymətə evlər get-get çıxır. Həqiqətən bu evi bu dəqiqə 45-50 mindən aşağı tikib başa gətirmək mümkün deyil. Torpağın sotu ilə vuranda, xırdapara işlərdən vuranda yəni mümkün deyil. Tez əlaqə saxla. Sağ ol bana.